Bizim alimlərimizə verilən, tez-tez verilən suallardan biri bu olub. Ağazan, mən Kərbalada olsaydım, hansı tərəfdə olardım, hardan bilim? Mən özüm istəyirəm, siz istəyirsiniz, istəyirsiniz, mən istəyirəm, özümü yoxlamaq istəyirəm. Görəsən, mən Kərbalada olsaydım, kimin tərəfində olardım? İmam Hüseyn əleyhissalamın tərəfində, yoxsa Yezdin tərəfində? Cavabları alimlər çox gözəl cavablar verirlər. Onlar aslında birini deyirəm. Sən bugün bax, bugün gör kimin tərəfindəsən. Hər gün Aşura, hər yer Kərbala. Var. Zülüm var. Bugün də Kərbala var. Yezid var. Adı nə olur olsun, başqa da ola bilər. Sən bugün kimin tərəfindəsən? Əgər sən də bugün zülmə etiraz edirsənsə, zalimə etiraz edirsənsə, uşaqları qətlə yetirən, cinayət törədən, ölkələri bombardıman eləyən, cəmaata zülm eləyən, xalqa zülm eləyən insanların qabağında durursansa, sən olsaydın Kərbalada İmam Hüseyn tərəfdə olardın. Amma yox, sən əgər bugün susursansa, Allah Yezdə lənət eləsin, Allah Hərmələyə lənət eləsin, Allah Şümrə lənət eləsin. Bununla yola verirsənsə, deməli bil, sən elə o zamanda olsaydın, belə yola verib öz yaxanı kənara çəkərdin. Halbuki İmam Hüseyn əleyhissalama bugün kömək, ən yaxşı kömək bayrağına hörmətlə yanaşı, məclisinə hörmətlə yanaşı, gedən yoluna hörmətdir. O yolu qorumaqdır. Bizə illərlə alimlər, bizim dədə-babalarımız, əcdadımız zəhmət çəkib bu məclisləri bizə çatdırıblar. Soruşun ağsaqqallardan. İmam Hüseyn məclisləri rahat keçir. Adam qoyublar qapıda, gələnlərə xəbər elə. İndi bugün bu məclislər bizim əlimizdə əmanətdir. İmam Hüseyn əleyhissalam məclisini qoruyaq, bayrağını qoruyaq, onun hörmətini saxlayaq və ən üstünü dedim İmam Hüseyn əleyhissalamın getdiyi yol ki var, dini, İslamı, Qur'anı qoruyub zalimlara etiraz məktəbini diri saxlayaq.